Lamarckın elmi fəaliyyətinə daxil deyil. Lamarck nə etmişdi? Kiçik at latın adlarının elmə daxil edilməsi, bilirik ki, kiçik at latın adlarına Karoliniya tərəfindən daxil edilmişdi. Həmçinin o 4 dənə növ, cins, dəstə və sinif sistematik kateqoriyaları yaratmışdı və növü iki qat latın adları ilə adlandırılması fikrini irəli sürmüşdü. Ona görə də deməli bu Linneye aiddir birinci, ona görə səhvdir. İş təkamül nəzəriyyəsini yaradıb, bəli. İş təkamül nəzəriyyəsi deməli Lamarckın iş təkamül nəzəriyyəsini Lamarck yaradıb, ona görə 2 düzdür. İş təkamül ideyalarının irəli sürülməsi, bəli. İç təkamül ideyalarının irəli sürülməsini deməli Lamarck irəli sürmüşdü, ona görə də 3 düzdür. Dördüncü, növlərin sabit, yəni dəyişməz qalmasının elmi əsaslandırılması. Xeyr, bu Lamarckın elmi fəaliyyətinə aid deyil, ona görə də 4 də səhvdir. Deməli, bizə daxil deyil soruşur. 1 ilə 4 daxil deyil. Ona görə də cavabımız olacaq E variantı. Üçüncü,